Bugün mən sizə elementar nəzəriyyədən 50 test nümunəsi hazırlamışam və həmin test nümunələrimi sizə tanış eləmək istəyirəm. İlk növbədə sizə qarşıda gələn imtahanda uğurlar arzulayıram və 50 sualı hazırlamışam. Sonda da 50 sualın cavablarını da vermişəm. Yəni bunu özünüz işləyib rahat da tapa bilərsiniz. Əgər siz bu sualları işləsəniz, ümid edirəm ki, çərçivə daxilində olan 8 elementar nəzəriyyənin öhdəsindən uğurla gələcəksiniz. Və sual 1. Fortissimo nədir? Adından bəlli olduğu kimi, forte bir dənə yazılır, fortissimo isə 2 dənə yazılır və daha güclü deməkdir. Biz bu işarəyə Solon Hacıbəyovun Karvanlıq simfonik lövhəsindən rast gəlirik. İşarələri ləğv edən bekardır. Diyez səsi yarım ton artırır, bemol səsi yarım ton əksilidir. Hər ikisini ləğv edən isə bekardır. Həmçinin dubl diyez, dubl bemol da ləğv edən bekardır. Punkti ritminin digər adı nədir? Punkti ritminin digər adı axsaq deməkdir. Və burada variantlar lal da var, kar da var. Lal dirijora aiddir, dirijon ritmik göstəricisine aiddir. Kar isə əsərin ortasında verilən pauzalardır ki, eşidilmir deyə o əsərə də kar ritm deyilir. Natamam oktavalar hansılardır? Natamam oktavalar subkontur və 5-ci oktavalarda biz bilirik ki, 7 əsas oktavamız var, 2 isə natamam oktavamız var. Cis-mol işarəsi hansıdır? Cis-mol işarəsi biz bildiğimiz kimi sol diyez minor deməkdir. Bu isə si major qammasının paralel minorudur. Fa diyez, do diyez, sol diyez, re diyez, le diyez işarələri ilə ifa olunur. Zəif və güclü səslərin bir-birinin əvəz olunması nədir? Zəif və güclü səslərin bir-birinin əvəz olunması metr deməkdir. B-dur qammasında neçə işarə var? B-dur qammasında si bemol major qammasında, si bemol major qammasında da 2 işarə var. Böyük oktavanın sol səsi hansıdır? Böyük oktavanın elə böyük işarə olduğu üçün də elə sol da C işarə olunur. Düzgün variant C-dir. La bemol major qammasının hərfi adı nədir? La bemol major qammasının hərfi adı As-durdur. Həmçinin bu Jock Gershwinin blues tonundan rapsodiyası da elə As-dur tanınlığındadır. Artinin sınaqlarına baxdıqda, orada mən notların hərfi adlarla verildiyini gördüyüm üçün mən sınaqlarımı da elə hərfi adlar üzərində qurmuşam ki, belə də öyrənəsiniz. Notun özünün yarısı qədər uzanan işarə hansıdır? Notun özünün yarısı qədər işarəsi nöqtədir, yəni nöqtəli notdur. Liqa isə 2 notun, eyni notların bir-biri ilə qövsvarı birləşməsidir. Fermata isə notun üzərində qoyulan belə bir nöqtəli işarədir. Suallar çoxdur, özünüz istəyərdim ki, işləyəsiniz və sonda da rəyinizi bildirəsiniz. Əgər istəsəniz, ardını davam edərəm və hazırlayaram. Buyurun. 50 sual yavaş-yavaş çevirməklə siz onu əhatə edirsiniz. Çox istəyərdim ki, abunə olasınız və paylaşasınız və növbəti testləri də sizə göndərim. Bu testlər hamısı özünün yenə də beynimin məhsuludur. Eyni musiqi ədəbiyyatı, musiqi tarixi kimidir və indi isə elementar nəzəriyyədir. Hamınıza uğurlar arzulayıram.